Sabahınız xeyir olsun, hörmətli tamaşaçılar. Hər birinizi xoş gördük. 6 oktyabr tarixini yaşayırıq və həftəmiz yeni başlayıb. Hər birinizə uğurlar arzulayaraq biz də efirimizə başlayırıq. Studiyada mən Təranə və əziz həmkarım İskəndərdir. Sabahın xeyir olsun İskəndər. Sabahınız xeyir olsun Təranə, sabahınız xeyir olsun əziz telesəyər tamaşaçıları. Xoş gördük hər birinizi. Elə Təranə qeyd etdiyi kimi bugün yeni təqvimdə yeni bir gündür. Biz də inanırıq ki, siz də yaxşı bir əvvəliyyə edərsiniz. Enerjiniz daha doğrusu daha da yüksəklərdə olacaq. Çünki bu 3 saat ərzində sizinlə bərabər studiyada bir sıra mövzuları müzakirə edəcək. Fürsətdən istifadə edib müəllimlər günü münasibəti ilə dünən təbii ki, bütün müəllimlər öz peşə bayramını qeyd edirdi. Biz onları bugün efirdə təbrik edək. Onlara uzun ömür, can sağlığı və ən əsası işində uğurlar arzu edək və Təranə, həftə sonu necə keçdi, necə istirahət etdin? Yaxşı keçdi. Yaxşı istirahət etdim ki, yeni həftəyə və enerji ilə başlayım. Və ümumiyyətlə, istirahət etmək sadəcə harasa yollanmaq, səyahətə getmək və yaxud da evdə yataraq deyil, meditasiya edərək də biz istirahətimizi edə bilərik. Xüsusilə beynin, bədənin, ruhun balansda olması üçün meditasiya mütləqdir və elmi cəhətdən də əslində təsdiqlənmiş bir üsuldur yeri gəlmişkən. Və meditasiya edən və etməyən insan arasında da bir çox fərqlər var. Stres zamanı, misal üçün, meditasiya edən insan daha, belə deyək, həll edə bilir o stresi, özündə azalda bilir. Amma meditasiya etməyən insan xırda problemləri bilə böyüdə bilir. Xırda problemlər demişkən, təbii ki, meditasiyanın bir neçə növü var, amma şablon və hər kəsin çox yaxşı tanıdığı bir növ var ki, adətən biz tez-tez ona müraciət etmək istəyirik. Bizə də bir meditasiya növümüz elə təqvim rubrikasıdır. Onsuz bir günümüz olmasın. Bugün 6 oktyabr tarixində bir sıra hadisələr baş verib. Misal üçün, 6 oktyabr 1927-ci ildə ilk dəfə səsli kino təqdim olunub New Yorkda və Warner Brothers şirkəti tərəfindən təqdim olunan bax bu film bütün kino dünyasını dəyişib və hətta bəzi aktyorlar səsli kinoya adaptasiya edə bilmədilər. Misal üçün, Charlie Chaplin. Sən bilirsən də, yəni Charlie Chaplin səssiz kinoların belə deyək, şahı idi, kralı idi. Amma səsli kinolar artıq təqdim olunandan sonra əfsuslar olsun, onun işləri o qədər də ürək açan olmadı və bir sıra aktyorlar bax bu siyahıya daxil.